Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Elhamdülillahi hamden kethiren tayyiben mübareken fih. Kema yuhibbu Rabbuna ve yardah. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim fil alemine inneke hamidun mecid. Mevzumuz Sahih Siratun Nebiyyi Nebeviyye sallavatullahi ve selamuhu aleyh. Peygamber sallallahu aleyhi ve sellemin sahih tercüme halından olan mevzularımız devam edirik. Bugünkü mevzumuz evvel dediğimiz gibi zikru havadinahu ve muradi'ahu aleyhi salatu vesselam. Peygamber sallallahu aleyhi ve sellemin mürebbiyesi ve Peygamber sallallahu aleyhi ve sellem süt anası ve süt bacıları bundan bəhs Buxari ve Müslim'in öz sahihində gətirdiyi hədisdə Ummu Habibə binti Əbi Sufyan rivayet edir ki, deyir, Peyğəmbərimiz xitabən, Ya Rasulallah, inkih uxti binti Əbi Sufyan. Bu, Peyğəmbər sallallahu Ummu Habibə, Peyğəmbər sallallahu aleyhi və səlləmə, yəni deyir ki, zövcəsidir Peyğəmbərimizin sallallahu aleyhi və səlləm, deyir ki, mənim bacımla evlən. Müslim'in rivayet Buxarinin rivayetidir. Ama Müslim'in rivayetinde bacının adını çekir orada. İzzetu binti Ebi Sufyan diyor orada. Kadınla Buxarinin rivayetinde uhti diyerekten bacı olarak ifade edir. Ama Müslim'in rivayetinde ise açık adın İzzetu binti Ebi Sufyan diyerekten açık adın adını çekir. Fekal Resulullah sallallahu aleyhi ve sellem evet tuhibbine zalik. Amma burada Peyğəmbər sallallahu aleyhi və səlləm fərz elə, burada belə bir əhkamlar var da, cahiliyyə dönəmində qalan bəzi əhkamlar var. Ola bilsin ki, bunun Ummu Habibənin də bunu Peyğəmbərimizə deməsindəki məqsədi, yəni əvvəlki qalan o xitablardandır, yəni o hökmlərdən bəhs edir. Çünki İslamdan əvvəl orada, hansı ki orada Hurrimet aleykum ayəsində, orada deyir ki, ən tecma'u beynəl uxteyni illə mə sələf. Sizdən əvvəlki ümmətlərdə, belə deyək də, iki bacını bir yerdə cəm etmək olurdu. Amma ki, İslam gəldikdən sonra bu mümkün deyil də. Bu əff olunacaq bir şeydir, bu haramdır. Burada Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə Ummu Habibə zövcəsidir ki, mən bacımla evlən. Bir mənada olaraqdan öz bacısını Peyğəmbərə deyir ki, evlən bununla. Peyğəmbər sallallahu aleyhi və səlləm bir mənada təəccüblənirdi. Ətuhibbinə zəlik. Yəni sizlər buna razısınız. Yəni sən buna razısan ki, mən başqası ilə evlənir və yaxud sən bacınla səni eyni anda səni cəm edeyim. Qultu na'am lestu ləkə bimuxliyə. Bu qadın da deyir ki, zövcəsi, bəli. Yəni beləcə mən tək sənə qalacaq və yaxud sənə tək qalacaq olmayacağım da. Və əhəbbu mən şərakəni fi xeyri uxti. Və mən də deyir ki, bu xeyirdə, yəni sənin kimi bir insanla, yəni Peyğəmbərlə bərabər bacımı da bu xeyirdə şərik etmək istəyirəm. Aydındır. Bunu qadın deyir. Fəqalən Nəbiyyü sallallahu aleyhi və səlləm İnnə zəkə lə yəhillu li. Bu artıq mənə halal deyildir. Bu mənə halal olmaz. Burada nöqtə qoyur burada. Burada mövzu bitir. İndi devam edir. Yəni bu mövzu burada bitir. Yəni burada Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə bildirmək istəyir ki, bir kimsə zövcəsi və onun bacısını eyni anda cəm edə bilməz. Bu şərən bizim şəriətimizdə bu qadağandır. Aydındır. Sonra deyir ki burada və innə nuhaddisu ennəkə turid ən tənkə binti Əbi Sələmə. Biz eşitmişik ki, biz eşitirik ki, və danışırıq ki, sən Əbi Sələmənin qızı ilə evlənmək istəyirsən, onunla evlənmək istəyirsən, binti Əbi Sələmənin qızı ilə evlənmək istəyirsən, başqa bir rivayətdə Durrati binti Əbi Sələmə olaraqdan adı da keçir. Aydındır, adı Durra. Yəni sən Durra adlı Əbi Sələmənin qızı Durra ilə evlənmək istəyirsən, Peyğəmbər sallallahu aleyhi və səlləm ki, binti Əbi Sələmə, yəni Əbi Sələmə, Ummu Sələmənin qızı ilə mı? Ummu Sələmə də Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcəsi olur.
Onu evlənmək Peyğəmbər sallallahu aleyhi və səlləm Ummu Habibə deyir, bəli, onu qəsd edirəm. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, İnnəhə ləv ləm təkun rabibəti fi həcci mə həllətli. O deyir, mənim ögey qızımdır. O mənim ögey qızımdır. İnnəhə libnəti əxi minər rada'a. O mənim süt qardaşımın qızıdır. Həmçinin o mənim süt qardaşımın qızıdır. Belə olduqda, yəni belə bilirsiniz də, yəni belə nəsildə nəyi haram edirsə, sütdə həmçinin onu haram edir. Süt qardaş, süt bacı, onun belə gələn nəsil, həmçinin necə sənin bacının, qardaşının qızı olduğu kimi, evlənmən haram olduğu kimi, həmçinin də süt qardaşı, süt bacılardır. Bu eyni hökmdə olur. Budur ki, o mənim, sənin mənə evlən dediyin, o mənim süt qardaşımın qızıdır. Arda'atni və Əbə Sələmə Thüveyyibə. Və məni deyir, Thüveyyibə adlı bir süt anası, yəni bizi süt vermişdir bizə. Yəni həmçinin o kişinin adı nədir? O da həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmlə bərabər süt qardaşı olmuşdur. Onlara süt verəndə Thüveyyibə adlı bir kimsə olmuşdur. Fələ tu'ridanna aleyyə bənatikunna və la əxavatukunna. Və belə olduqda siz nə bizə qızlarınızı, nə də ki, bacılarınızı mənə evlənmək üçün ərz etməyin. Aydındır. Burada Peyğəmbərimiz sallallahu aleyhi və səlləm həmçinin bizə bildirmək istədi ki, şəriətimizdə nəsli nə haram edirsə, süt içməsi ilə də hamısı o şey eyni ilə haram edir. Burada yəni süt vermək bildiyimiz ki 5 dəfə doyana qədər olmalı. 2 il ərzində, 2 yaşına qədər. Ondan sonra süt verilmə ümumiyyətlə qəbul olunmur. 2 yaşa qədər 5 dəfə doyuncaq süt içməlidir. Belə olduqda artıq o haram sayılır. Bundan sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm başqa bir rəvayətə keçir. Burada Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyirlər ki, özün barəsində bizə xəbər ver. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Ənə də'vətu əbi İbrahim. Mən atam İbrahimin duasıyam. Və buşra İsa aleyhissalamın müjdəçisiyəm. Mənim müjdə vermişdir gələcəyim barəsində. Və ra'at həmçinin özü barəsində xəbər verir də. Və ra'at ummi hinə həmələt bi ənəhu xaraca minhə nur ədaət ləhə qusura şəm. Və anam da mənə xəbər vermişdir ki, o mənə hamilə qaldıqda ondan bir nur, işıq çıxaraqdan Şamın qəsrlərini işıqlandırmışdır deyə xəbər verir. Başqa bir rəvayətdə bu gəlir. Artıq burada bizə başqa bir mövzuya keçirik. Burada da həm yenə süt qardaşdan gedir söhbət. Burada artıq Peyğəmbər sallallahu aleyhi və səlləmin ilk sinəsinin yarılıb onun bu möcüzə barəsində bəhs edilir. Davam edir hədisdə. Deyir ki, İstu'ri'tu fi Bəni Sa'd ibn Əbi Bəkir. Mən Bəni Sa'd qəbiləsindən bir kimsənin ondan süt əmmişəm. Yəni süt anam var, həmən ki o Bəni Sa'd ibn Bəkir qəbiləsində. Bizlər, mən və mənim qardaşım Abdullah ibn Harith, süt qardaşım, evimizin ətrafında balaca quzuları otarmaqdaydık. İki kişi bizim yanımıza gəldi, paltarları ağ şəkildə və onlarla bərabər əllərində buzla dolu qızıldan bir ləyəm gətirdilər. Onların yanında içi buzla dolu qızıldan bir ləyəm var idi. Sonra onlardan birisi məni götürərək qarnımı yardı. Oradan mənim qəlbimi çıxartdı və qəlbimdən belə bir qan laxtası kimi bir şey çıxartdı və onu atdı. Sonra qəlbimi həmən ki o qabda gətirdiyi suyla yudu, yəni soyuq buzlu suyla yudu. Sonra yerinə qaytardı.
Thumma qala ahadun li sahibihi. Sonra onlardan birisi, hemen gelen iki kimse, diğerine deyir ki, zinhu bi aşmin ummetihi. Muhammed sallallahu aleyhi ve sellemi ümmetinden 10 kişiyle beraber teraziye koy, onu çek. Fevazani bihim fevazantuhu. Məni çəkdilər, mən o 10 kişiden daha ağır geldim. Sonra mənə deyildi ki, onu 100 kişiyle beraber çek və məni 100 kişiyle beraber çəkdilər. Mən daha ağır geldim. Sonra mənə deyildi ki, 1000 kişiyle onları çek. Məni 1000 kişiyle beraber çəkdilər. Mən daha ağır geldim. Sonra deyir ki, onlardan birisi, əgər sən onu, Muhammed sallallahu aleyhi ve sellemi bütün ümmetiyle beraber çəksən də, Peyğəmbər sallallahu aleyhi ve sellem onlardan üstün gelecek. Çünkü Peygamber sallallahu aleyhi ve sellem burada fəzilətindən, Peygamber sallallahu aleyhi ve sellemin değerinden, qədər değerinden bəhs edilir. Və isnaduhu ceyyidul qavi. Bunun da həmçin bu rivayətin isnadı yaxşıdır və yəni qüvvətli, yəni zəif hədis deyildir. Aydındır. Həmçin yəni eyni mənada başqa bir hədisdə var ki, və qad rava Ahmed və Əbu Nuaym fi Dalail an Utbə ibn Abd enne raculan. Burada əvvəlki hədisə qayıtaq. Burada Bəni Sa'd ibn Bəkir deyilən bu Əs-Sa'diyə bir qəbilənin adıdır. Həmçinin burada Peyğəmbər, həminki bu qəbilədən Peyğəmbərimizə Həlimə binti Əbi Züeyb adlı qadın Həlimə Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə yəni süt analıq eləmişdir. Və həmçinin buradakı qardaşı da Abdullah ibn Haris olmaqdır. Və burada demişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin süt qardaşları kimlərdir? Birincisi Həmzə ibn Abdülmuttalib Peyğəmbərimizin süt qardaşı olmuşdur. Həmçinin Əbə Sufyan ibn Haris Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin süt qardaşı olmuşdur. Abdullah ibn Məxzumi Əbu Sələmə Peyğəmbərimizin süt qardaşı olmuşdur. Məsruh ibn Thüveybə həmçində Peyğəmbərimizin süt qardaşı olmuşdur. Abdullah ibn Haris, Uneysə bintil Haris, Əşşimə bintil Haris. Bunlar artıq Peyğəmbərimizin sallallahu aleyhi və səlləm süt bacısı, 2 bacısı və 5 qardaşı olmuşdur Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin. Sonra Əhməddən gələn rəvayətdə deyir ki, an Uteybət ibn Abd enne racun sələ Nəbiyyə sallallahu aleyhi və səlləm fəqalə keyfə kənə əvvələ şəki ya Rasulallah. Bir kimsə gələrəkdən Peyğəmbərimizdən soruşur ki, sənin ilk dönəmlərdə necə idi, halın necə idi? O Peyğəmbərimiz də deyir ki, kənət hadatni min Bəni Sa'd ibn Bəkir, məni Bəni Sa'd ibn Bəkirdən adını demişdir ki, Həlimə adlı bir kimsə süt analıq etmişdir. Fəntalaqtu ana və bin laha fi buhmin lana. Və mən əvvəlki hədisin başqa bir formasıdır. Mən və qardaşım Abdullah ibn Haris ilə bərabər quzuları otarmaq üçün çıxmışdıq. Və ləm nəxuz ma'na zadən. Və bizdən çıxdıqda özümüz üçün yemə içmək üçün heç nə götürməmişdik. Uşaqlardılar da. Fəqultu ya əxi, dedim ki, ey qardaşım, İzhəb fə'tinə bizədin min indi umminə. Get anamızın yanından bizlərə heyvan otomaya gedirik də, nəsə ehtiyac olar. Anamızın yanından bizlər üçün yeməyi nələrsə gətir. Fəntalaqa əxi və məkəstu indəl buhum. O getdi və bir müddət quzuların yanında qaldım, tək qaldım. Fəəqbələ tairani əbyadani kəənnəhum nəstran. Göydən sanki qartala bənzər 2 quş mənə tərəf gəldi. Fəqalə əhədum li sahibihi. Gəlib mənimlə çatdılar. Onlardan birisi digərinə dedi ki, əhuvahu, o bizim axtardığımız yanına getmək istədiyim kimsə. Bu budur o kimsə. Fəqalə nəm, bəli, o kimsə budur. Fəəqbələ yebtədirani fəəxədəni fəbadhani lilqafa. Məni götürdülər və mənə ağzı yuxarı yatdırdılar. Fəşəqqə batni və mənim də sinəmi yardılar. Thumma istəxrəcə qalbi fəşəqqa. Sonra qəlbimi oradan çarpıb qəlbimi yardılar. Fəəxrəcə minhu əlaqəteyni səvdəveyni. Oradan 2 qara
qan laxtası çıxartdılar. Onlardan birisi diğerini dedi ki, bizlərə buz dolusu bir qab gətir, su gətir, buzlu su gətir. Onlar mənim içimi həmən ki o suyla yudular. Sonra onlardan birisi diğerine dedi ki, "İ'tini bime ibert." Sonra başka bir yeni soyuq su gətir. Sonra yeniden qəlbimi yudular. Sonra başqası yeni dedi ki, mənə bir bıçaq gətir. Fəzəraha fi qalbi. Thumma qala ahadun sahibi khithu faqatahu faqatama ala qalbi bi xatimi. Sonra dedi ki, onlar dedi ki, onun ürəyinə, yəni peyğəmbərlik möhrü vur. Onlar da mənim qəlbimə peyğəmbərlik möhrü vurdular. Faqala ahaduhum li sahibihi ic'alu fi keffihi. Vec'al elfen min ummeti fi keffihi. Onun bir əlinə ümmetindən 1000 nəfər və digər əlinə də ümmetindən 1000 nəfər qoy. Fəidə ənə anzuru əl-əfi fəvqah. Və mən deyir ki, onların deyir ki, həmən ki o ümmetindən o kimsələr, həmən ki o topluma yuxarıdan baxacam. Əşfəqə ən yuxir aleyyə ba'duhum. Mən deyir ki, onların bir-birindən üzərinə yıxılmasından qorxdum. Fəqal ləv ənə ümmətəhu vəzinət bihi əl-məlu bihim thumma intalaqa fətərəkəni. Sonra onlar çıxıb getdilər. Fəfəraqtu fərqan şədidən. Mən deyir ki, bu haldan çox təsirlənib, çox qorxdum. Thumma intalaqtu ilə ummi fəəxbərtuhə billəzi ləqitu. Sonra anamın yanına qayıtdım. Hani qardaşı qayıtmayım da elə. Anamın yanına qayıtdım və mənim başıma gələni onlara danışdım. Və həmələtni alər-rəhl. Məni miniyə mindirdi. Miniyə oturdu və məni də arxasına mindirdi. Həttə bələğnə ilə ummi fəqala. Hətta bu Həlimə peyğəmbərin süt anası olub da. Amma onun anası başqa idi. Məni ta anamın yanına apardı. Fəqalət əddeytü əmanəti və zimməti. Artıq bunun uşağı verib, əmanət veriblər və uşağın da başına bu şeylər gəlib, anası da, süt anası da qorxub. Deyir ki, gətirmişəm uşağını sənə, əmanəti sənə əda edirəm, götür əmanəti. Aydındır. Və həddəstuhə billəzi ləqitu. Həddəsəthə billəzi ləqitu. O mənə başına gələni danışdı. Başına gələn şeyləri mənə, yəni anasına danışır. Fələm yər'əhə və qal inni rəaytu xaraca minni nur əda minhu. Deyir, qorxmayın. Yəni onun başına gələn şeylərdən heç də narahat olmayın. Sanki bu, yəni onda olan bərəkəti hiss edirdi. Onda o Peyğəmbərimizdə sallallahu aleyhi və səlləm olan bərəkəti hiss edirdi. Deyir ki, sonra çünki mən ona hamilə qaldıqda məndən bir nurun çıxıb Şamın qəsrlərini nurlandırdığını görmüşdüm. Bunlar ilk dəfə ondan üz döndərirlər. Baxmaq istəmirlər. Çünki belə deyək də atası da yox idi, yetim uşaq idi. Deyək ki, yetim uşaqdırsa bunu kim kəfil dura bilər də? Yəni mal, mülk necə ola bilər? Amma sonra anasına gəldikdə, dala qaytarmaq istədikdə deyirlər ki, yəni anası dedi ki, ilk anası, yəni onun dünya anası deyir ki, götürün bunu, qorxmayın. Çünki bunda artıq bərəkət vardır. Muhammed sallallahu aleyhi və səlləmdə və Peyğəmbər sallallahu aleyhi və səlləmdə götürürlər. Burada bizlərə Peyğəmbər sallallahu aleyhi və səlləmin başına gəlmiş ilk sinəsinin yarılıb, oradan qəlbinin çıxardılıb, onun da yarılıb orada şeytanın nəsibinin çıxartılmasının bəhsi var. Çünki hər bir kimsənin qəlbində şeytandan bir həz var. Burada Peyğəmbərimizdən sallallahu aleyhi və səlləm artıq şeytana meyl, şeytana sövq edəcək o nəfsi istəklər burada bir kəramət olaraqdan Peyğəmbərimizdən sallallahu aleyhi və səlləmdən çıxardılmışdır və beləliklə o ta uşaqlıqdan böyük bir risalə üçün hazırlanmışdır. Aydın, böyük bir risalə üçün hazırlanmışdı. Hələ bu Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu vaxtlarda, yəni bu yaşlarında heyvan otarırlar da. Belə bir hadisə gəlir. Yəni bunu nəyə gətirirlər? Peyğəmbərimizi Allah subhanahu wa ta'ala ta uşaqlıqdan ta böyüyənə kimi bütün belə bizim bildiyimiz murdar, pis işlərdən çəkindirmişdir, uzaqlamışdır, qorumuşdur. Çünki bizdə bir insan olaraqdan belə bir düşüncə var ki, sən get öz əvvəlinə bax deyirlər də bizdə. Sən əvvəlini unutma. Hətta bu Peyğəmbər sallallahu aleyhi və səlləm barəsində deyilməsin deyə Allah Teala onu qorumuşdur. Belə o öz cavan uşaqlar vaxtında, cavan
dostlanışırlar, heyvan otarırlar. Daima bu nə edirdilər? O cavanlar daha çox gəzməyə, toyaza getməyə qövmündə daha meyl edirdilər. Onlar toya getdikdə heyvanlarını Peyğəmbərimizin sallallahu aleyhi və səlləm yanına tərk edirlər və özləri gedirdilər. Bir gün deyirlər ki, biz həmişə heyvanlarını sənin yanına tərk edib gedirik, sən gəlmirsən. Heyvanlarını sənin yanına tərk edirik, sən gəlmirsən. Yaxşı, bir dəkində elə bir şey olsa, hansı bir məclis olsa, toy məclisi olsa, indi biz səni heyvanlarını saxlayacaq, sən gedərsən. Nəsə gün gəlir, bu hadisə baş verir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm gedir həmənki məclisə. Orada çalğı olur, içki olur, qadınlar olur və s. və s. Bu kimi əməllər olur. Bu zaman Peyğəmbərimiz xəbər verir ki, mən ora çatdım, mən yuxu götürdü. Yatdım və mən də o birisi gün, digər gün günəşin istisindən oyandım. Günəşin istisindən oyandım. Fəzər ora çatıb, nə onlarla şərik olub, nə onlara baxıb, nə o iştirak edib. Yəni orada yatıb, bir də fəzər o birisi gün günəşin istisindən artıq, yəni istisinin təsirindən daha ayılıb. Yəni bu Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin elə uşaqlıq dönəmində olan Allah Taala'nın onu hər bir murdar pis əməllərdən qorunmasına bir dəlil olaraqdan bizdə bildirilməkdədir. Və həmçində və səbə fi sahih Müslim an Ənes ibn Malik radiyallahu anhudan gələn hədisdə Ənə Rasulullah sallallahu aleyhi və səlləm ətəhu Cibril aleyhi səlləm və huvə yəl'əbu fil ğilmən ma'al ğilmən. Birisi də Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin sinəsinin yarılması bir neçə dəfə baş vermişdir. Bu isə ilki idi. Burada Müslimdə gələn hədisdə Ənes bin Məlik deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm bizə bildirir ki, o uşaqlarla bərabər oynadıqda ona Cəbrail aleyhissalam gəlir. Ona yanına Cəbrail aleyhissalam gəlir. Fəəxəzəhu fəsara'ah. Onu götürür və onu sıxır. Fəşəqqə min qalbi. Sonra mənim qəlbimi, sinəmi yarır. Fəstəxrəcəl qalbə. Oradan qəlbimi çıxardır. Vəstəğminhu ələqətən səvdə. Oradan bir qara qan laxtası çıxartır. Fəqalə. Cəbrail aleyhissalam deyir ki, hədə hazzu şeytan. Bu şeytanın hər bir insanda olan nəsibidir. Hər bir insanda olan şeytanın nəsibidir. Thumma ghasala fi tastin min ma'iz zahab bi zamzam thumma lamahu. Thumma a'adahu fi makanihi. Onu zəmzəm suyu ilə yuyur. Başqa bir rivayətlərdə zəmzəm suyu ilə, soyuq su ilə, burada isə onu zəmzəm suyu ilə yuyulması bildirilir. Onu zəmzəm suyu ilə yuyur, sonra onu yerinə qaytarır. Və ca'al ğilman yes'auna ila ummihi. Uşaqlar bu hadisəni şahid olurlar. Görürlər. Və onlar da, uşaqlar da qaçaraqdan anasının yanına qaçırlar. Fəqalu innə Muhammedən qad qutil. Artıqdır Muhammed öldürülmüşdür. Muhammedi öldürdülər. Fəstəqbəluhu və huvə munqati'ul lavn. O da deyir ki, gəlib baxdıqda Peyğəmbərimiz gəlir, artıq onun rəngi, ruhu qaçmışdı. Fəqalə Ənəs deyir ki, və qad kuntu ara zəlikəl muxidu fi sadrihi. Və qad kuntu ara zəlikəl muxidu fi sadrihi. Mən deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm artıq sinəsində olan o tikişləri mən görürdüm. Deyərəkdən, Ravahu Muslim, qultu və hədə hadisu və huvə səhhəti və səhhə şəvahidihi. Yəni bu hədis səhih hədis sayılmaqdadır. Burada yəni bunun sihhəsində, səhihliyində, doğruluğunda heç bir şək yoxdur. Aydındır. Ənəs bin Məlik də əlavə olaraqdan bu hadisəni özü birbaşa şahid olduğunu bizə bildirir. Bəzən də bu uşaqların görməsi ilə bunun həqiqi olduğunu bildirilir. Həqiqi bir hadisə olduğu bir daha öz təsdiqini tapır. Və həmçinin Buxari Müslimdə gələn başqa bir rivayətdə həmçinin Ənəs bin Məlikdən gəlir. Və an Malik ibn Sa'sa'a ənə anin Nəbiyyə sallallahu aleyhi və səlləm fi hadisil İsra an Malik ibn Sa'sa'a anin Nəbiyyə sallallahu aleyhi və səlləm fi hadisil İsra səfərində Peyğəmbərimizin kəmə səyəti, yəni bu mövzu barədə bu hədis gələcəkdir. Qıssatu şərhü sadri. Burada da həmçinin İsra mövzusunda qissəsində Peyğəmbərimizin sinəsinin yarılması qissəsi də vardır. Və innəhu qase bimə'i zəmzəm. Onu da Peyğəmbərimizin qəlbini
Zəmzəm suyuyla yuyulmuşdur. Və la münafət ilə ihtimal vuqu zəliki marratin. İşte bunların iki dəfə baş verməsidir. Yəni bir-birinin arasındadır, heç də deyir, bir-birinə zid deyildir. Marratan və huve sagir, bu ilk dəfə yəni uşaq vaxtında və marratan fi leyletil İsra hadisəsində baş vermiş. Yəni iki dəfə Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin sinəsi yarılmış, qəlbi çıxardılmış, zəmzəm suyuyla yuyulmuş və yenə qaytarılmış. Bu bir uşaqlıq dönəmində, bir də İsra dönəmində baş vermişdir. Çünki İsra Mi'raj səfərində Peyğəmbərimiz sallallahu aleyhi və səlləm iləl mələ'il ə'lə, ən uca olan məqama yüksəlirdi. Bu zaman onun bütün mənəvi olaraqdan Peyğəmbər sallallahu aleyhi və səlləm təmizlənərəkdən hətta o səfər gerçəkləşmişdi. Aydındır. Və limunacati li Rabbi azza və cəllə vəl-musul beyni yediyə subhanahu wa ta'ala. Və həmçinin bunlar hamısı Peyğəmbər sallallahu aleyhi və səlləm gələcəkdə Allah subhanahu wa ta'ala'nın qabağında duraraqdan onu çağırması, onu dua etməsi üçün gerçəkləşmişdir. Vəl-məqsudu ənə bərəkətəv aleyhi salatu və həllət fi Haliməti Sə'diyyə və əhləha və huvə səğir. Bu da həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin bərəkətindən indi ki, hətta uşaq vaxtlarında elə onun süt anası Həliməni, Əs-Sə'diyyəni onun bərəkəti əhatə etmişdir. Thumma adət alə həvazin bikəməlihə fəvadiluhu hinə əsrahum bə'də vəqa'atihim. Və zəlikə bə'də fəthi Məkkə bi şəhri fəməttu iləyhi bi ridaət və əqab. Bununla biz kifayətlənək. Allah subhanahu wa ta'ala bizləri Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatından öyrənməyə və öyrəndikdən sonra onu həyatımızda yaşamağa Allah Teala bizə nəsib etsin. Keçdiyimiz əvvəlki mövzuda bir xatırlamalıyıq. Bildiyimiz kimi Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə zövcəsi öz bacısı ilə evlənməyi ərz edir və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bu bizlərə halal deyildir. İkinci, həmçində süt qardaşının qızı ilə evlənməsi deyilir və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, yəni süt bacı ilə evlənməsi də icazəli deyildir. Bundan sonra da burada bizə Peyğəmbərimizdən İbrahim aleyhissalamın duası, İsa aleyhissalamın müjdəsi və anamın mən ona hamilə qaldıqda ondan bir nur çıxıb Şamın qəsrlərini nurlandığı xəbərini vermişdir və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm başına gələn köksünün yarılması, oradan qəlbinin çıxarıb yarılması, bu hadisələri də biz oxuduq və burada həmçinin burada iki dəfə Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin sinəsinin yarılması hadisəsi burada keçməkdədir. Birincisi indi oxuduğumuzdur, ikincisi isə İsra və Mi'raj səfəri o mövzuya çatdıqda orada bəhs ediləcəkdir. Allah Teala bizləri eşitib faydalandırsın. Və sallallahu alə nəbiyyinə Muhammed və alə alihi və sahbihi və səlləm.